Bu avtomobilin şəkil videolarını internetdə görəndə mənə həmişə maraqlı gəlirdi. Amma onu reallıqda görəndə başa düşdüm ki, o şəkildən, videodan daha yaraşıqlı, daha samballıdır. Azərbaycanda yeni olan Jayco markasının flaqmanı C8 modeli ilə bugün sizi tanış edəcəm. Jayco markası Çinin premium avtomobil istehsalçısıdır və bu marka yalnız eksportçu nəzərdə tutulur, yəni daxili bazarda satılmır. Artıq 30-dan çox ölkədə onun rəsmi nümayəndəliyi var, o cümlədən Azərbaycanda, Avropa ölkələrində, Britaniyada, İspaniyada onu çox yaxşı tanıyırlar. Yeri gəlmişkən Britaniya ilə onun birbaşa əlaqəsi var, çünki onların Land Rover markası ilə müştərək işləyirlər. Bu avtomobilin də platforması Land Rover mühəndislərlə birgə hazırlanıb. Crossover'in qabaritləri kifayət qədər böyükdür, uzunluq 4820 mm-dir, clearance 200 mm-dən artıqdır. Yəni avtomobil həm də bilinir ki, tam ötürücülüdür. Onun müəyyən yolsuzluq imkanları da var, plug-in hibriddir. Texnikası haqqında keçək detallara. Jayco'nun super hibrid sistemi. Bu plug-in hibriddir, batareyalar var, elektrik mühərrikləri var və daxili yanma mühərriki. 1,5 litrlik turbo GDI Gas Line Direct Injection və bunun istilik faydalı iş əmsalı çox yüksəkdir, 42% onu çatdırıblar. 3 mühərriklə avtomobilin tam gücü 460 at gücü, torq 700 Nm çatır. Çox ağıllı bir sistemdir və tam ötürücülü olması o deməkdir ki, həm ön oxda, həm arxa oxda elektrik mühərriki var və onun güc paylanması da çox gözəldir. Arxa oxda kifayət qədər, hətta ön oxdakı elektrik mühərrikindən daha çox arxa oxa verilə bilən güc var. Avtomobilin super hibrid sistemi çox qənaətçildir. 6,8 litrlik orta yanacaq sərfiyyatı və bu təkcə istehsalçının deyil, WLTC ilə hesablanmış rəsmi göstəricilərdir. 34,5 kWh-lıq batareyaları var. Bu ona 160 km məsafəni təkcə EV rejimində, yəni elektromobil kimi hərəkət etməyə imkan verir. Jayco C8-in ən üstün tərəflərindən biri onun sürətlər qutusudur. Bu güc paylanma mexanizmi, yəni 3 pilləli DHD qurusu. Avtomobilin hibrid sisteminə dəstək kimi bu həm də yanacaq sərfiyyatını yaxşılaşdırır, üstəlik yüksək sürətləri çox yaxşı alır və 100 km/s sürətini yığması cəmi 5,4 saniyə çəkir. Kapot altını çox səliqəli yerləşdiriblər və üstəlik lazım olan bütün izolyasiyalar, istilik izolyasiyası, səs izolyasiyası hamısı yerindədir. Jayco'nun açarının üzərində uzaqdan işə salma düyməsi də var. Bu həm yayda, həm də qışda əlavə komfort, rahatlıqdır. Çünki isiticilərin qoşulması, kondisionerin istifadəsi və s. salonda avtomobilin sürücüsü gələnə qədər rahatlıq yaradır. Crossover'in geniş, massiv bir radiator qəfəsi var. Ona samballı görünüş verir. Bütün işıq texnikası LED texnologiyadadır. Adaptiv işıqlardır. Həmçinin biz orada park radarlarını, aşağıda adaptiv kruiz sisteminin radarını görürük. Yuxarıda da kameralar var. Zolaqları görür. Avtomobili zolaqda saxlayır. Toqquşma xəbərdarlığını edir. Ağıllı sistemlərdir, bunlar haqqında danışacağım. İndi keçək avtomobilin arxa hissəsinə. Təkər ölçüləri 245-50 R20 Michelin təkərlərdir. Burada kamerana yanaşı yerə proyeksiya da var. İşıq yanır. Gizlədilən qapı tutacaqları. Avtomobilin 540 dərəcə kamera sistemi var. Yəni o 360 dərəcənin ön-arxa kameralara adaptasiyanı elə edir ki, avtomobilin alt hissəsi hərəkət zamanı şəffaf görünür. Arxaya doğru gəldikcə aşağı əyilən tavan ona sport görkəm verir. Tündləşdirilmiş şüşələr burada şüşədir və bu hissədə də əlavə 3-cü sıra oturacaqlar var. Hələ ona baxarıq. Plug-in hibridin şarj yeri. Bu Avropa spesifikasiyasıdır. Type 2 və ya CCS2. Digər tərəfdə də benzin yanacaq kəninin qapağıdır. Tam LED işıqlar, onları birləşdiriblər. Stop əlavəsi spoilerdədir. Bagaj həcmi sizə balaca gələ bilər, amma 3-cü sıra oturacaqları qatladıqda bunlar kifayət qədər böyüyür. Üçüncü sıra oturacaqları qatlayanda bagaj həcmi böyüyür. Bu 6 yerlidir. Salondan ətraflı danışarıq. Bərkidicilər. 3-cü sıranın yeri də rahatdır. Stəkan yerləri var. Təhlükəsizlik kəmərləri. Burada enerji yuvası. Bagaj qapısının açılma bucağını, hündürlüyünü salondan dəyişmək mümkündür. Burada qeyd olunub plug-in hibrid all-wheel drive, yəni tam ötürücülüdür. 3 mühərrik daxili yanma mühərriki, həm ön ox, həm də arxa oxda elektrik mühərriki, askı sistemi
tam müstəqildir. Amortizatorlar da çox maraqlıdır. Sərtliyi tənzimləyən amortizatorlardır. CDC amortizatorlar Continuous Damping Control. Yəni real vaxtda elektromaqnit klapanlar artıq orada mayenin vurulmasını, miqdarını dəyişdirir və real vaxtda sərtliyi tənzimləyir. İnteryerin ab-havası eksteriyerdən daha güclüdür və çox bahalı materiallarla işlənməsi hiss olunur. Dəri sükandır. Buralarda belə dəri çox maraqlı nappaya bənzər dəri istifadə olunub. Qapılar hər yer yumşaqdır. Burada ağac teksturası var. Çölü bir başqa alman maşınına bənzəyir. İnteryeri bir başqa alman maşınının bənzətmələri var. Oturacaq tənzimlənmələri burada qapıdadır. Və bu hissədə kürək tənzimlənmələri var. Masaj funksiyalarına, isidicilərə artıq buradan, monitordan keçmək lazımdır. Burada qapının... устройство в машине. Aha. Yəni telefon yaddan çıxıb qalıb. Deyir, telefonu çıxanda götür. Qapını açmaq düyməsi burada. Sükan üzərində çoxlu düymələr var. Adaptiv kruizin tənzimlənməsi də buradadır. Səsli komandaların verilməsi. Burada səsli komandalar da çox rahat işləyir və yeri gəlmişkən avtomobil o Çin şriftləri ilə, ümumiyyətlə səsli komandaların verilməsi Çin dili ilə deyil. Burada hal-hazırda rus dilidir, ingilis dilini çevirmək olar. Yəni avtomobil sırf Avropa spesifikasiyalı olduğuna görə o problemlər yaşanmır. Пожалуйста, продолжайте. Привет, Чеку. Я тут. Открой дверь багажника. Хорошо. Закрой дверь багажника. Хорошо. Söz başa düşür, ağıllıdır, nə deyirsən eləyir, daha nə lazımdır. Avtomobil smartdır, funksiyalar çoxdur, həddən artıq deyərdim ki, hətta sürücü bəzən o funksiyaları istifadə eləmir. Ona keçərik, amma əvvəlcə ergonomikadan danışım. Oturacaqlar çox rahatdır, sürücü rahatlığı burada tənzim olunur. Oturacaqların masaj funksiyası var, havalanması, isidilməsi, məsələn, kondisionerə keçəndə bu da bütün funksiyalıqlar bu monitorda cəmləşdirilib. Düzdür, burada da müəyyən o giriş IV rejimi, hibrid rejiminə keçirmək, səsi buradan artırıb azaltmaq, hərəkət rejimlərini buradan dəyişdirmək. Bu da belə xrustal sayağı bir tumbler qoyublar bura. Və bir də kondisionerin o birbaşa şüşəyə vurulması, nəmişliyin götürülməsi. Həmin funksiyalardan başqa burada düymələr yoxdur. Kondisioner belə tənzimlənir, oturacaqların həm isidilməsi, həm havalandırılması var. Burada aromat bölməsi var. 3 dənə fərqli ətir yeri var, amma onlar boşdur. Ətrin yeri buradır. Yəni ətri qoyub artıq orada xüsusi havalanmanı təminləmək olur. Burada belə bir boşluq, əşyalar qoymaq üçün yer. Type-C A portları, əlavə tənzimləmələr var burada. Ventilyasiya ilə bağlı hava təmizlənmə sisteminin xüsusi tənzimləyiciləri var. Yəni o qədər geniş tənzimləmələr verir ki, onları heç düşünmürəm ki, sürücü hamısına bir vaxt çatdırsın. Naviqasiya, radio, enerji 82%, hal-hazırda 142 km batareyalarla hərəkət eləyə bilər. Təkcə IV rejimində. Avtomobillə bağlı tənzimləmələr, Bluetooth qoşulması, burada head-up display var. Hərəkət zamanı bütün o informasiyalar bura çıxır. Sürətlər qutusunun rejimi, yandakı avtomobilləri göstərir. Sürət, dövrlər sayı, yol zolaqları, vaxt. Head-up displayin o görünməsi də, kontrastı çox yüksəkdir, rahatdır. Sürücü üçün böyük şriftlərlə göstərir. Burada telefonun wireless şarjı, əlavə telefon qoymaq üçün də yer var. Burada da stekan yerləri. Havalandırılan barda çox işıqlıdır. Monitorun imkanlarına baxaq. Kart, naviqasiya, enerji ilə bağlı görək nələr bizə göstərir. Hibrid sistem necə işləyir? Batareyalar 6 hissədədir. Enerjinin ötürülməsi hərəkət zamanı göstərəcək ki, hansı oxa enerji necə ötürülür. Baza avto və yaxud da bunu özünüz tənzimləyə bilərsiniz ki, enerji yığımı hansı səviyyədə olsun, yəni batareyaların qorunması üçün. Daha sonra tənzimləmələr burada çox genişdir. Rekuperasiyanın intensivliyini dəyişdirmək olar. IV rejimində hərəkət, ehtiyat gediş. Yəni həm hibrid, həm IV rejimlərinin bütün tənzimləmələri bu menyudadır. Oturacaqların tənzimlənməsi. Görürsünüz ki, avtomatik özləri seçiblər ki, sürücüdür, yoxsa istirahət eləyir, yatır.
belə sürətli girişlər eləmək mümkündür. Sürətli giriş üçün burada da belə bir imkan var. IV rejimi, ələyləci, avtohold sistemi, arxa oxun diferensialının yeri gəlmişkən bloklanması var bunda. Güzgülərin tənzimlənməsi, təhlükəsizlik kəməri tənzimlənmələri, sürücü sərnişin özünə uyğun relax, standart, dalğavari və s. masaj rejimlərini seçə bilər. Məsələn, sükan tənzimlənməsi bu rejim aktivləşdiriləndə artıq sükan gücləndiricisi sürətlərə görə dəyişir. Oturacaq tənzimlənməsi, bagaj qapısının açılma bucağının dəyişdirilməsi, işıq və yaxud da səs işıq burada qoşula bilər, avtoblokirovka, qapıların tənzimlənməsi, naqilsiz şarj və s. və axır yaddan çıxan telefon, çox sayda burada tənzimləmələr var. Hətta qoşqu rejimi var burada. NFC funksiyası, sürücü asistentləri, bu da çox vacib funksiyadır, təhlükəsizlik ilə bağlıdır. Burada sürücünün yorğunluq vəziyyətini nəzarət də var, bu daçik ona görədir. RCTB, deməli, hərəkət zamanı tıxacda və yaxud da sürətli yolda arxadan gəlin o toqquşma xəbərdarlığı var burada. Qaz pedalına gücün tənzimlənməsi, komfortlu tormozlanma, sürücü bunları seçə bilər. Məsələn, adaptiv kruiz sistemi söndürülərsə, bunun xəbərdarlığı var ki, artıq bilsin qarşıdakı avtomobillə məsafə, yeri gəlmişən qarşıda gedən avtomobillə məsafənin saxlanması məsələsi, maksimal sürətin aşılması siqnalı, adaptiv yaxın uzaq işıq sistemi var burada. Qarşıdan avtomobil gəlirsə, uzaq işıqları öz avtomatik söndürəcək. Toqquşmanın qarşısının alınması sistemi var burada. Avtomatik ekstremal tormozlanma, zolaqda saxlama, sükanı olan korreksiyalar, sürücüyə məsələn işıq dönmə siqnalını verməyibsə, həm vibrasiya, həm də səs xəbərdarlıqları verilir və s. Yəni bütün bu qapıların açılması, əgər yandan maşın gəlirsə, avtomatik qapılar kilidə düşür. Kör zonalara nəzarət sistemləri, arxadan təhlükə xəbərdarlığı, işıqların tənzimlənməsi, işıqların bucağının tənzimlənməsi var burada. Head-up displeyin tənzimlənməsi, komfortla bağlı yenə çox sayılı tənzimləmələr var. Apple CarPlay, Android Auto, smartfonunuz nə də olsa sistemə qoşa biləcəksiniz. Səs tənzimləməsi, onun yüksəkliyi və s. və axır və yeri gəlmişkən səs məsələsi bu avtomobildə çox həssas yanaşılıb. Səs izolyasiyası çox yüksəkdir, istifadə olunan materiallar da buna önəm verir. Üstəlik salonda küyün azaldılması, küyün boğulması funksiyası var. Bu necə işləyir? Dinamiklərə əks fazla dalğalar verilir və əlavə kuylər varsa, onlar boğulur. Və avtomobilin 14 dinamiki var. Hətta bu baş altlıqlarında belə dinamiklər yerləşdirilir. Akustik sistem isə çox bahalıdır, Sony audio sistemidir. Jayco J8-də start-stop düyməsi yoxdur. Plug-in hibrid bir növ elektromobil, batareyalar da böyüdür də. Ayaq tormoz pedalına qoyulan kimi artıq avtomobil işlək vəziyyətdədir. Sürətlər qutusunun dəstəyi buradadır. 3 pilləli DHD güc paylama qurğusu və artıq D rejiminə belə keçirə bilərsiniz. P də burada, rejimlər orada dəyişir. Hərəkət rejimləri isə bu tumblerdədir. İndi biz nələri görürük? Aha, burada standart rejim var. Режим стандарт. Sport rejim, qar rejimi, qum rejimi Режим песок. və 4x4. Режим Yəni 4 на 4. yolsuzluq üçün bu rejimi seçəcəksiniz. Bir də eko rejim var. Zaten bu avtomobil çox ekolojidir, ekonomikdir, qənaətçildir, plug-in hibriddir. Siz hətta yanacaq işlətməyəcəksiniz. Əgər gündəlik onu ya məişətdə, evdə və yaxud da sürətli dolum stansiyasında batareyaların enerji ilə doldura bilsəz, bununla bərabər yenə də eko rejimi qoyublar. Burada kondisioner sistemində çox maraqlı bir ionizasiya funksiyası var. Havanın ionlaşdırılması və yazır ki, havanın təmizlənməsi qoşulub. Orada qapıları, pəncərələri bağlayın. Qapı pəncərə bağlanılır və xüsusi ionlaşma ilə o hava bakteriyalardan təmizlənir. Kameralar necədir? 3D-də də baxmaq olar. Ön arxa kameralar, kameraların tənzimlənməsi. Burada çox maraqlı bir funksiya da var. Registrator, əlavə video registrator almanıza ehtiyac olmayacaq. Yəni siz sadəcə yaddaş kartı qoyulmayıb deyənə indi videonu çəkə bilməyəcək. Onun tənzimləməsi də var. Səsin də hətta götürülməsi.
Üstəlik 1-3-5 dəqiqəlik videolar, foto çəkilməsi, vibrasiyalara həssaslıq var burada. Hətta siz informasiya, avtomobil haqqında, sürücünün hərəkətləri haqqında informasiyaları da həmin videoya əlavə edə bilərsiniz. Arxa sırada çox rahat, komfortludur. 2 nəfərli idi bura. Bu avtomobilin 7 yerli variantı da var. Bu 6 yerlidir. Ambiyans işıqlar da çox maraqlı görünür. Bura bir lüks ab-hava qatır. 3-cü zonanın klimat işlədiciləri, deməli oturacaqların tənzimlənməsi yenə qapıdadır. Və hətta arxa sıra oturacaqların belə yaddaş paketi var. Bir də sağ tərəf boş oturacaqdır. Yəni qabaqdakı oturacağı maksimum belə qabağa çəkmək olar. Nə qədər istəsəz gedəcək. Yəni uzanmaq burada mümkündür. Bütün qapılarda qapı açanlar belə düymədir. Amma onunla bərabər birdən də işləməsə əlavə qapı açmaq üçün də burada mexaniki düymə kimi yox, rıçaq kimi də qoyublar. Pərdələr və yeri gəlmişkən şüşələr görək. İkinci sıra şüşələr bir qatdır, amma öndəki şüşələr 2 qatdır. İkinci sıra oturacaqlar elə ön oturacaqlar qədər komfortlu, rahatdır. Çünki bu tənzimləmələr təkcə orada deyil də, kürək hissənin tənzimlənməsi də var, yəni isidilməsi var, soyudulması var, daha nə lazımdır? Üstəlik masaj funksiyası var, mən indi masajı qoşdum. 3-cü sıra oturacaqlarsa, əsasən uşaqlar üçündür, çünki ora biraz darız qaldı, amma oranı da böyütmək olar lazım gəlsə, çünki bu oturacaqlar nə qədər istəsəz qabağa gələcək, lazım olsa böyük adamlar da oturar. Panoramik tavan da buranı daha geniş, daha komfortlu göstərir. Beləliklə, Ceyko C8 Azərbaycandadır və bu avtomobilə 7 il 200 min kilometr yürüş zəmanəti verilir. Salonsa Bakıda Babək prospekti 38A ünvanıdır.